Salam dostlar. Qısa bir videodur. 2 həftə əvvəl mən internetdə belə bir məlumat gördüm. Gördüm ki, deməli Nissan'ın Rogue modelləri 2023 və 2025-ci il müddətində buraxılan 144 min avtomobil geri çağırılır. Recall deyirlər ona. Geri çağırma olur. Nəyə görə olur o? Maşında nəysə defekt olur, nəysə problem olur mühərrikində, motorunda, korobkasında. Arasında ki, maşının uzun istifadədən sonra zavod görür ki, burada bir defekt var. Maşını geri çağırır. O geri çağırma necədir? Yəni maşını gətir, maşını ver, pulu verə, belə deyir. O belə geri çağırma deyir. O belə bir şeydir. Sən sadəcə maşını götürürsən, aparırsan, sənə deyirlər maşında falan sistemlərdə defekt var və onları zavod yenidən qurur, təmir edir, neysə düzəldir beləsinə. Mənə də göndəriblər, mənim maşınımı da geri çağırırlar. Onsuz da maşın servisdədir. İndi həm gedirəm servisə, maşının vəziyyətini maraqlanım ki, vəziyyət necədir, oradan sır çəkəcəyəm. Həm də bunu deyim ki, bunları da yoxlasınlar. Beləsinə gedək. Belə olmalıdır. Bax, gəlirsən hazır, yerin hazırdır artıq. Bu başqa məsələ. Gedim, soruşum. Maşında oturmaqdan ayaqlarım tutulub. Belə şey olar. Bu, həmişə mən görərdim insanlar yeriyəndə çətinlik çəkir. Mən son 2 həftəni maşında o qədər çox oturmuşam ki, oturmaqdan ayaqlarım tutulub. İndi yeriyirəm, hiss edirəm. Bir ara bunu da göstərim sizə. Mənim maşının başqa modelləri var burada. Bu cihaz dağ içində, dağ belə kəssək, belə bir şey. Xüsusi bir fərqi yoxdur. Yəni, mənə görə xüsusi bir fərqi yoxdur. Burada var kamera, 360'ın kamerasıdır. Salon girək içəriyə biraz. Ancaq çirki görürəm, yaxşıdır. Belə də koja, belə xüsusi bir şey yoxdur. Üstündəki reylerlərdir. Rock Creek yazılıb, yəni ki, dağ üçündə. Göstərdim bunu. Dedim ki, bəs bu şeylər var. Gəlib burada yazılıb hamısı. Deməli, burada böyük bir mövzuda yazıblar hamısını. Nələr yoxlanmalıdır? Burada VIN nömrə yazılır və burada yazılır ki, hansı ehtiyat hissələri, maşının ehtiyat hissələri yoxlanmalıdır. Göstərdim ona, bunu skan elədi. Onların kompüterində artıq məlumat var. Dedi ki, bunları hamısını yoxlayacağıq və bilmirəm, yalan doğru, dedi ki, 2 günə sənə xəbər verəcək. İnşallah 2 günə, 3 günə sənə xəbər verəcək ki, maşını gəlib götürəsən artıq. Beləncə, inşallah ümid edirəm ki, bu qutaraq tezliklə çıxaram bu servisdən. 1 aydan çoxdur, müddət 1 ay, artıq 1 ay 4 gün olacaq, 6 gün, 7 gün olacaq əgər 2 günə versələr. Amma yenə də ümid edirəm ki, tezliklə məsələ həll olar və mən buradan çıxaram. Havalar isinir yavaş-yavaş, xoşum gəlir. Havaların qızmağından çoxdan idi, soyuqlar idi, indi qızır yavaş-yavaş. İsti havalarda da maraqlı keçir bu yanlar. Nəysə dostlar, hələlik sizə fikir verir. Növbəti videoda görüşərik. Sadəcə qısa bir çəkdim sizə ki, yəni belə bir vəziyyət var. Bu arada gəlirdim maşına əyləşməyə. Gözüm bir göz ceyrana düştü, gördüm orada. Parkovkada dayanıb orada. Odur. Saxlayıblar parkovkada. Mən deyirəm ki, yəqin servisin içində söküblər. Orada parkovkadadır. Yox, görüşərik.